çox şərafətli bir gündür, böyük bir bayramdır. Ona görə də hamınızı bu bayram münasibəti ilə təbrik edirəm. Allah bizi Peyğəmbərin layiqli ardıcıllarından qərar versin inşallah. Bayram ərəfəsidir və bu gecə bir neçə cümlədə bu günün fəzilətindən deyim. Bu gecə Rəcəb ayının 27-ci gecəsi, Məbəs gecəsidir. İmam Cavad əleyhissalam buyurur ki, Rəcəb ayında elə bir gecə var ki, günün işıq saçdığı hər şeydən xeyirlidir. Yəni bütün dünyadan üstündür. O Rəcəb ayının 27-ci gecəsidir. Həmin günün sübhü Peyğəmbər peyğəmbərliyə çatır. Kim bu gecə ibadət eləsə, bu gecələrin İmam Cavad buyurur, əməllərini yerinə yetirsə 60 il ibadətin savabı yazılır. Sabahki gün fəzilətli bir gündür, bayram günüdür. Günün əməllərindən biri qüsuldur. Mümkün olsa sabah bayram qüslu alın. Məbəs gününün qüslunu alıram bu niyyətlə. Elə cənabət qüslu kimi. Sabahki gün il ərzində 4 gün var oruç tutmaq üçün ən fəzilətli. 4 gün oruç tutmaq üçün ən fəzilətli olan 4 gündən biri sabahki gündür ki, hədisdə buyurur ki, kim Məbəs günü oruç tutsa 70 il oruç tutmuş kimidir. 70 ilin orucuna bərabərdir. Niyə oruc Məbəs günü? Ona görə ki, bir daha deyirəm, Məbəs azadlıq gətirir insana. İnsan oruç tutmaqla özündən azad olur. Oruc ən çox nəfslə mübarizə olan bir ibadətdir. Ona görə də 70 ilin ibadətinin savabı var. Sabahki gün Peyğəmbər və Həzrət Əlinin ziyarəti var ki, kitablarda oxuya bilərsiniz. Və sonda bunu deyim, bir nəfər İmam Sadiq əleyhissalamın yanına gəldi və dedi ki, İmam Sadiq deyim, mənə baxan kimi dedi ki, heç Rəcəb ayında oruç tutmusan? Dedim, yox. Dedi ki, elə şey əldən vermirsən ki, Allahdan başqa heç kəs bilmirsən, nə itirmirsən. Rəcəb ayı sona çatırdı, axır günlər idi. Deyir, itirdiyi Allahdan başqa heç kəs bilmir. Bilmirsən ki, Allah bu ayda oruç tutanlara ehtiram eləməyi özünə vacib buyurur. Ondan sonra dedi ki, bəs mən indi, bu da peşman oldu ki, oruç tutmayıb. Qalan günlər var Rəcəb ayından. Onlardan tutsam, o itirdiyimdən nə qədərsə bərpa edə bilərəm. İmam buyurdu, bəli, ey Salim, kim bu ayın sonundan bir gün oruç tutsa, ölümdən sonranın və qəbrin əzabından amandadır. Sonundan bir gün. Kim bu ayın sonundan 2 gün oruç tutsa, siratdan asan keçəcək, sürətlə keçəcək. Kim bu ayın sonundan 3 gün oruç tutsa, qiyamətin böyük qorxusundan, qiyamətin çətinliklərindən amandadır və ona oddan azadlıq bəratı verirlər, yəni oddan azad olar. Rəcəb ayının axır günlərində oruç tutmaq. Odur ki, imkanınız olsa sizə tövsiyə edirəm ki, sabah